Çətin daxı, necə idim? Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən Yamaşem Tədris Mərkəzinin İbtidai Riyaziyyat müəllimi Orxan müəllim. Bu gün sizlərə qalıqlı bölməyə dair bir neçə çətin sualın izahını verəcəm. Başlayaq müəllimlər ilk sualımızdan. Hasilinin 3-ə bölünməsindən alınan qalıq neçədir? Baxın müəllimlər, burada hasili tapmağa ehtiyac yoxdur. Çox sadə bir üsul var. 3-ə bölünmə əlamətini ilk öncə xatırlayaq. Necə idi? Rəqəmləri cəmi 3-ə bölünürlər, 3-ə bölünür. Yaxşı. Gəlin bunu rəqəmlərini cəmləyək. 7 üstəgəl 7 üstəgəl 7 üstəgəl 7 bərabərlik 28. İlk öncə müəllimlər 28-i bölürük 3-ə. Buradan qalıq 1 qalır. Bunu yazdıq bir kənara. Daha sonra buranı cəmləyək. 8 üstəgəl 8 üstəgəl 8 üstəgəl 8 32. 32-ni bölürəm 3-ə. Qalıq qalır neçə? 2. Aha. 5555. Toplayıram müəllimlər 4 dənə 5-i. Bərabər olur 20-yə. 20-ni də bölürəm 3-ə. Bərabər olur. Qalıq 2. Yaxşı. Bura kimi yəqin ki, hər bir şey aydındır. Nə edirəm müəllimlər? Ortada vurma işarəsi olduğundan dolayı mən bu qalıqları bir-birinə vururam. 1 vur 2, vur 2. Bərabərdir 4. 4-ü 3-ə bölürəm. Qalıq qalır neçə? 1. Müəllimlər, cavabımız olur 1. 3-ə bölünmə əlamətindən istifadə edərək bu misalı rahatlıqla həll etdik. Yaxşı müəllimlər, keçək növbəti sualımıza. Tapşırıq 2. Verilmiş cəmin 3-ə bölünməsindən alınan qalıq neçədir? Bunları cəmləməyə ehtiyac yoxdur müəllimlər. Nə edirik? 4 dənə 7-nin cəmini tapırıq. 28. Bölürük 3-ə, qalıq qalır 1. 4 dənə 8-i toplayırıq. Eləyir neçə? 32. Bölürük 3-ə. Qalıq neçədir müəllimlər? 2. 4 dənə 9-u toplayırıq. Neçə eləyir? 36. Bölürəm 3-ə. Qalıq neçə eləyir? 0. Qalıqları bu səfər toplayacağım. Çünki ortada toplama işarəsi var. Topladım neçə elədi qalıqlar? 3. 3-ü də müəllimlər 3-ə böləndə qalıq qalmır. Yəni buradan alınan qalıq 0-a bərabərdir. Yaxşı. Keçək növbəti misalımıza. Aha. 3-cü tapşırıq. Görək bizi nə deyir? Verilmiş hasilin 4-ə bölünməsindən alınan qalıq neçədir? 4-ə bölünmə əlaməti xatırlayaq. 4-ə bölünmə əlaməti necə idi? Əgər ədədin son 2 rəqəmi 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Mən də son 2 rəqəmlərlə işləyəcəm müəllimlər. Bunun da son 2 rəqəmi, bunun da son 2 rəqəmi. 79-u bölürəm 4-ə. Qalıq qalacaq müəllimlər 3. Yoxlaya bilərsiniz. 75-i böləcəm 4-ə. Qalıq qalacaq 3. Bölüb tapa bilərsiniz. 63-ü böləcəm 4-ə. Qalıq yenidən müəllimlər qalacaq burada 3. Əla. Tapdıq hər bir şeyi. Daha sonra bunları bir-birinə vuracam. Niyə vurursunuz müəllim? Çünki ortada vurma işarəsi var. 3 vur 3, vur 3. 27. 27-ni də müəllimlər 4-ə bölürük. 6 dəfə tam düşür. Qalıq isə eləyir 3. Gördükmü müəllimlər? Bu hasili hesablamadan da biz qalığı rahatlıqla tapa bilərik. Keçək növbəti sualımıza. Bu səfər ortada cəm işarəsi var müəllimlər. Görək bu necə olacaq. Yenidən mən 79-u 4-ə bölürəm və mənim qalığım eləyir 3. Daha sonra 35-i bölürəm 4-ə. Mənə qalıq verir 3. 83-ü bölürəm 4-ə. Qalığım eləyəcək yenidən 3. Yaxşı müəllimlər. Bu səfər ortada toplama işarəsi var deyə mən bunları toplayacağam. 3 üstəgəl 3 üstəgəl 3 bərabər 9. 9-un 4-ə bölünməsindən alınan qalıq eləyəcək 1. Bu qədər rahat. Mənə ancaq qalıq lazımdır. Mənə ancaq qalıq maraqlıdır. Onun üçün də ancaq qalıqları hesablayıram. Yaxşı müəllimlər, görək bu 5-ə bölünmədə bəs necədir? 5-ə bölünmə əlaməti ən rahatıdır. 5-ə bölünmə əlaməti necə idi? Sonu 0 və 5 ilə bitərsə, bu ədəd 5-ə bölünür.
Gəlin müəllimlər, sonuncu ədədləri 5-ə bölək. 9-u ilk öncə mən 5-ə bölürəm. Mənim qalığım eləyir 4. Daha sonra axırıncı rəqəm 1-dir deyə 1-i 5-ə bölsəm bölünməyəcək. Qalıq 1 olaraq qalacaq. 8-i böləcəm 5-ə bərabərdir. Qalıq 3. Yaxşı müəllimlər, ortada işarə nədir? Ortada işarə vurmadı. Mən də vururam. 4 vur, 1 vur, 3, 12. 12-nin 5-ə bölünməsindən alınan qalıq 2-yə bərabərdir. Bu qədər rahat. Növbəti suala keçid alaq. Növbəti sualımız yenə 5-ə bölünməklə bağlıdır. Bu səfər bir dənə vurmamız var, bir dənə də toplamamız var. Baxaq. Deməli müəllimlər, 5-ə bölünmə əlamətinə görə 9-u bölürəm 5-ə. Mənə qalıq verəcək 4. Daha sonra 1 5-ə onsuz da bölünmür. Qalıq verəcək 1. Daha sonra 8-i də mən 5-ə bölürəm. Qalıq mənə verəcək 3. Nə edirəm? Burada vurma var deyə 1-i 4-ə vururam. Burada toplama deyə üzərinə gəlirəm. Bərabər olur 7-yə. 7-ni də müəllimlər biz 5-ə bölsək, qalığımız eləyəcək 2. Bu formada, bu misalı da həll etdik. Daha sonra müəllimlər, yenidən 4-ə bölünməyə aid bir misal var. Hasilinin 4-ə bölünməsindən alınan qalıq neçədir bizdən soruşur. Bu səfər heç nəyə ehtiyac yoxdur. Baxın müəllimlər, əgər hasildə hər hansı bir ədəd 4-ə bölünürsə, o hasil özü də 4-ə bölünür və orada qalıq qalmır. Biz görürük ki, 8888 ədədi 4-ə rahatlıqla bölünəcək. Bu 4-ə rahatlıqla bölündüyündən dolayı bu hasildən də qalıq 0 olacaq. Belə müəllimlər, hasilə aid, qalığı bölməyə aid suallarımızı işlədik, bu formada izah etdik. Sağ olun, gələn videolarda görüşənədək.